Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain ve ba'd. Əziz və dəyərli olan qardaşlar, işləmədə hər birini salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bundan sonra alimlər Rabbuna Allah həmsənlər olsun. Biz Rəbbimizin müvəffəqiyyəti ilə El-Mənhəcül Qavim fit-Təəssü bir-Rasulil Kərim sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmaqda möhkəm yol, doğru yol Şeyx Zeyd Mədxəli Rahiməhullahın risaləsini oxumağa davam edirik və Şeyx bugünkü mövzumuzda inşallah min sifət dəiyyə, dəvətçinin sifətlərindən olan mühüm nəsihətlər var, onlara toxunacaq. O şeylər ki, dəvətçinin sifətindəndir, o şey dəvətçidə olmalıdır, dəvətçi bu şeylərə diqqət eləməlidir. Çünki hər birimiz Allah Subhanahu wa Taala'nın dininə dəvət edəyənik. Evimizdə, elimizdə, obamızda. İlk olaraq şeyx gətirir ki, Es-sifətul ula, birinci sifət İxlasun niyyə. Lillahi'l-lezi biyedihi's-savab vel-iqab. Cəza və mükafat əlində olan Allah Subhanahu wa Taala'ya niyyətini ixlaslı eləməkdir. Ən birincisi, yəni ixlasdır. Sən hər bir əməlində, dəvətində ixlaslı olmalısan. وَالَّذِي لَا يَقْبَلْ مِنَ الْعَمَلِ إِلَّا مَا كَانَ خَالِصًا صَوَابًا. Çünki Allah Subhanahu taala əməllərdən yalnız xalis və doğru olanını qəbul edər. Yalnız ixlaslı olanını, saf olanını qəbul edir Allah Subhanahu taala. Hədisdə necə ki gəlir ki, Allah Rasul buyurdu ki, İnnəməl əməlu bin-niyyət. Əməllər niyyətlərə görədir. Və innəmə likulli imri'in mə nəvə. Hər kəsə də etdiyi, yəni niyyət etdiyi şey vardır, hər bir kəsə də. Bu birinci sifət idi ki, yəni ixlasın gözləməlidir, dəvətin yalnız Allahın rızası üçün etməlidir. Başqa bir şey olmamalıdır onun məqsədində. İkincisi, es-sifətus saniyə, et-təzəvvüd minəl-ilmin nafiyyəl-ləzi yusmirul aməl-salih. Yəni salih əməl bəhrəsi verən faydalı elmlə et-təzəvvüd, yəni arzuqələnməlidir. Salih əməl bəhrəsi verən faydalı elm. O elm ki, onun bəhrəsi salih əməl olacaq. Çünki Allah Subhanahu Bəqərə surəsində 197-ci ayədə buyurur ki, Əuzu billahi mineşşeytanirracim və təzəvvədu fə innə xeyraz-zədit-təqva. Arzuqa götürün, çünki həqiqətən də ən xeyirli arzuqa nədir? Təqvadır. Es-sifətus səlisə, üçüncü sifət isə fəhmul aqidə fəhmən sahihən və təhqiqul ibadə. Üçüncü sifət səhih, doğru olan əqidəni, yəni doğru şəkildə əqidəni fəhm eləməkdir və o əqidəni gerçəkləşdirməlidir. O şey dəvətçidə olmalıdır, yəni doğru düzgün əqidə. Çünki bizəlikə təqvalı cəmil əməl. Çünki əməllərin hər birisi nə ilə qəbul olur? Əqidə doğru olmalı ki, əməl qəbul olsun. Adamın əqidəsi doğru deyilsə, onun əməlləri qəbul olmayacaq, özünü yoracaq. Dördüncü sifət, sifətul rabiyə, muraqibətullahu fis-sirri vəl-ulən vəl-istihya minəllah vəl-isti'dadit-təmmə lil-intiqal min həzihid-dar ilə daril-bərzəx fədaril qarar. Dördüncü sifət odur ki, gizlində və aşkarı, gizlini də aşkarı da bilən Allah Subhanahu wa Taala'nın muraqibəsidir. Yəni bilməlidir ki, Allah Subhanahu wa Taala onun gizlini də bilir, aşkarını da bilir. Yəni gizlini də aşkarını da düzəltməlidir və Allahdan həya eləməlidir, utanmalıdır Allahdan. Və bu dünyadan, yəni min həzihid-dar, bu dünyadan ilə daril-bərzəx, bərzəx həyatına, qəbir həyatına, oradan da əbədi həyata köçəcək deyə ona hazırlıq görməlidir, hazır olmalıdır. Çünki hədisdə gəlir ki, Buxarıda keçən hədisdə ən tə'budallaha kəənnəkə tərahu. Allah Rəsul dedi ki, sən elə ibadət et ki, sanki Allahı görürsən, fəinəm təkun tərahu fəinnəhu yaraq. Sən onu görməsən belə Allah səni görür. Və sifətul xamisə, xamis, beşinci sifət odur ki, muhasibətun nəfs. Dəvətçi, dəvət edən nəfsini hesaba çəkməlidir. Bu beşinci sifətdir. Və nəfsini hesaba çəkməlidir ki,
O bu dünyadan əbədi olan həyata nəfsin hesaba çəkərək hazırlıq görməlidir. Sifətus sədisə, 6-cı sifət el-hirsus sadiq alə təsib Rasulil Kərim sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve selləmi özünə örnək götürməkdə daha da həris olmalıdır, çalışmalıdır. Və zəlikə bi mutabiə mə cəə bihi min indi rabbihi. Bu da Rəbbindən, yəni Peyğəmbər sallallahu aleyhi ve selləmə nazil olanı, Peyğəmbər sallallahu aleyhi ve selləmə verilənlərə tabi olmaqla olur. Və bu da həmçinin şeyx buyurur ki, وَنَوْزَ تَقَالِيدِ الشَّرْقِيَّةِ وَالْغَرْبِيَّةِ الَّتِي اُبْتُلِيَ بِهَا مَعْظَمَ النَّاسِ لَا سِيَّمَا شَبَابَ الْمُسْلِمِينَ ذُكُورًا وَإِنَاثًا وبسبب الداعيات المغرضة التي تهدم الدين وتحتم الأخلاق. Şeyx buyurur ki, və Peyğəmbər sallallahu aleyhi ve sellem tabi olmalıdır, hansı ki və diqqətli olmalıdır, uzaq durmalıdır o şəxslərdən ki, qərbi və şərqi dəvətçilər var, müsəlmanların gənclərindən istər kişilər olsun, istər qadınlar olsun, yəni onların böyük hissəsini deyir, əxlaqını pozurlar. Dəvətçilər var, qərbi dəvətçilər var. Yəni qərəzli dəvətçilər var, şeyx deyir. Hansı ki dini yıxmaq istəyirlər. İslam'a qarşı müharibə edirlər. Və həmçinin və tuharibə fitratallahi ləti fətaran nəs aleyhə. Allahın fitri olaraq insanlara verdiyi İslam'a qarşı müharibə edirlər. Yəni onlardan nə etməlidir? Uzaq durmalıdır dəvətçi. Çəkinməlidir. Sifətü səbiyə, 7-ci sifət odur ki, istismar el-avqat fi kulli mə yənfə və yufidu fi dünya vəl-əxirə. Ricans li səvabillahi azze və cəllə. Allah Subhanahu və Teala'dan savab umaraq vaxtını ona dünyada və axirətdə fayda verən şeylərə istifadə etməlidir. O şeylər ki, ona dünya və axirətdə fayda verəcək. Amma necə? Li-səvabillah. Ricaz li-səvabillah. Allahdan savabını umaraq. Yəni, hər bir işində ola bilər ki, dəvətçi sənin bu dünya işindir. Əgər sən o dünyada olan, dünya üçün fayda olan o işi görmək istəyirsən, niyyətində olsa ki, bu Allah üçündür, Allahın dininə köməkdir, o zaman baxmayaraq ki, dünyavi bir əməldir, yenə də Allah sənə savab verəcək, savab yazacaq. Və həmçinin şeyx bu ki, müharibətə littəsəqqü' və təsəyyüb və l-diya' əlləti tüsəbbibi li-xəzlən və l-hilmən və l-xısran fi-d-dünya və l-bərzəx və yevmlə liqaillə. O həmçinin Allahla görüşə, hansı ki Allah Subhanahu wa Ta'ala ilə görüşəcək, ona görə ona fayda verməyən, boş olan, faydası olan şeyləri tərk etməlidir. Onun ziyanına səbəb olan o şeylər ki var ki, onu yerinə yetirməklə onun ziyanına səbəb olacaq. Vaxtı boşa gedəcək, faydası olacaq. Və onu bu dünyada və həmçinin bərzəx günü Allahla görüşməkdən məhrum eləyəcək, xüsrana uğradacaq, hirman eləyəcək, onu zəlil eləyəcək həmin günü. O boş olan, faydasız olan şeylərdən dəvətçi üz döndərməlidir, uzaq durmalıdır, müharibə eləməlidir o boş şeylərə, faydasız şeyləri tərk eləməlidir. 8-ci sifət, əs-sifətü səminə, əl-hirsu alə nəşril ilm və i'taihi ağləl avqat. Onun üçün, dəvətçi üçün əqləl avqat, ən dəyərli vaxtını nə etməlidir? Elmin nəşr olmasına, yayılmasına, belə deyə həris olmalıdır. Ən dəyərli vaxtını verməlidir elmi nəşr eləmək üçün. Elmi insanlara yaymaqdan ötürü. Və həmçə şeyh buyur ki, və i'adadən da'iyyə nəfsəhu i'adadən ceyyidən yumkinuhu min isəlil xeyr iləl məd'uvin aləl ixtilal müstəviyyətihim və təbəyənə əhvalihim. Çünki şeyh buyur ki, dəvətçi yəni bilməlidir ki, insanlar hamısı eyni səviyyədə deyil. Yəni, müxtəlif müstəvilərdədir, müxtəlif
fərqli hallardadır dəvət etdiyi şəxslər. Ona görə onlara xeyri çatdırmaq üçün onları nəzərə almalıdır və yaxşı hazırlaşmalıdır şeyx deyir. İadədən ceyyidən. Dəvətçi özü yaxşı hazırlaşmalıdır. Sən dəvətçisən, dəvət edəcəksən. Nə gəldi danışmayacaqsan ki, evində, qohum-əqrabanda. Elə? Təbii ki. Ona görə yaxşı hazırlaşmalısan sən. Ayələri yaxşı bilməlisən, nəyə dəvət edəcəksən. Və həmçə bilməlisən ki, insanların hamısı eyni müstəvədə deyil. Sənin dediyin sözü dinləyən şəxslər hamısı eyni cür fəhm edib başa düşmürlər. Sən onları nəzərə almalısın. Yoxsa sən denən sözü denən ki, o tutun da, başa düş də. Elə olmur. Elə olmur. Sən nəzərə almalısan, çünki sən dəvətçisən. 9-cu sifət şeyx deyir ki, muhavilətu kəsrətul irtilə vəl-qiraə fil-kutubul mufidə min qadim və hədis. Həmçinin dəvətçi istər köhnə kitablar, qədimi kitablar olsun, istər yeni kitablar olsun, faydalı kitablara, yəni söhbət faydalı kitablardan gedir, fil-kutubul mufidə, faydalı kitabları çoxlu oxumağa çalışmalıdır, çoxlu oxumalıdır. Xüsusilə də ən üst yerdə Cə'inan fil müqaddimə el-Qur'an-ül Kərim. Dəvətçinin ən üstdə durduğu, onun oxuduğu kitablarda nə olmalıdır? Quran-Kərim. Ən böyük üstünlüyü Quran-Kərimə verməlidir. Sonra və kutub təfsirihil məşhura. Məşhur olan təfsir kitablarına üstünlük verməli. Və kutubus sünnətil mutahhara. Və həmçinin təmiz olan, pak olan sünnə kitablarına üst tutmalıdır. Kəl ummuhatis sit, məsələn, məşruhihə. Misal olaraq şeyx deyir ki, necə ki, hədis kitablarından Kutubu Sittə var, 6 kitab var. Onların şərhləri ilə bərabər onları oxumalıdır. Və ondan sonra şeyx deyir ki, dəvətçi bu kitablardan sonra Kutubu Sirat-ın Nəbəviyyətilləti təkshifu an keyfiyyəti turuqud dəvətil Muhammediyyə. Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətin göstərən, üzə çıxaran sira kitablarını oxumalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını oxumalıdır. Və kəzə qiraətil məcəllət və suhuf müasirə lil-istifadə minhə. Şeyx bu ki, həmçinin müasir, yəni şeyxlərimizin yazdığı PDF-lər deyək, jurnallar deyək, bunları oxumalıdır. Şeyxlərin verdiyi həmçinin deyir ki, əvun nəqd ləhə və raddə aleyhə. Rədlərə baxmalıdır dəvətçi, dəvətçinin xəbəri olmalıdır yəni. Ola bilər, adam dəvət edir, misal, minhəc əqidəsi salamat yerindədir, amma şeyxlərin rəddiyə verdiyi şəxslərdən xəbəri yoxdur. Yəni, bu mühümdür. Bu mühümdür dəvətçi üçün. Dəvətçi kimlərə rəddiyə verilibsə, kimlərdən çəkindirilibsə, onlardan da xəbəri olmalıdır. Ki, o özü uzaq dursun, həmçində insanlara tövsiyə eləsin xeyirli olan dəvətçiləri və şər olan dəvətçilər ki var, hansı ki onlardan çəkindirilib, insanlar da onlardan çəkindirilməlidir. Və bu həmin jurnalları oxumalı ki, deyir, batili, şeyx deyir ki, o təvdihil batil və qim'ihi və dəxlihi. Və batil neynəsin? Aydınlaşdırsın. Batil ona aydın olsun. Və bu şəri dəf etməkdən ötürü, o deyir, bu şeyxlərin jurnallarına üst tutmalıdır ki, öyrənsin, ona aydın olsun. Və 10-cu sifət və 10-cu sifətdə şeyx buyurur ki, ixtiyarı uslubul həsən fil muv'izə vəl-cədəl vəl-münazirə vəl-ta'limilləzi yənbəği ən turai fihi müstəviyyətin nəsi fil-fəhmi vəl-həcə. Şeyx deyir ki, dəvətçi istər münazirəsində, təlimində, yəni dərsində, verdiyi dərsdə, mühazirəsində və insanlarla ola bilər, mübahisəsi olar, cədəlləşər bir mövzuda, o deyir, gözəl bir üslub seçməlidir. Şeyx buyurur ki, gözəl bir üslub seçməlidir danışığında. Hansı ki, yaraşan budur, deyir ona. Çünki, deyir, insanların başa düşməsi, ehtiyacı olan şeylər heç də deyir, hamısında eyni deyil. Onu görə sən elə bir mövzu seçməlisən, elə bir üslub seçməlisən ki, onlar başa düşsün. Allah şeyxə rəhmət eləsin. Şeyx Zeydə çox gözəl nəsiyyət edir. Və buyurur ki,
İz in li kulli məqamin məqalən. Çünki hər məqamın, hər yerin öz sözü var. Və in li kulli zəmanin ricalən. Hər bir zamanın da öz kişiləri var. Vallahi dəyərli bir kəlmədir. Hər bir sözün öz yeri var. Hər bir yerində öz kişisi var. Ona görə baxmalısan nəyi harda deyirsən və necə deyirsən. Allahdan istəyir ki, Allah Subhanahu bizə işdə faydalananlar da etsin. Subhanallah və bihamdihi və əşhədu en la ilahe illə ent və estəğfiruke və etûbü.